Mayasız, gözləmədən cəmi 10 dəqiqəyə hazırlanan pirajki resepti ilə sizlərlə paylaşıram. Mənə lazım olan ərzaqlar, bizə lazım olan ərzaqlar, qatıq, duru yağ, bir yumurta, yumurtanın sarısını üzü üçün saxlayıram. Ağınısa xəmirə əlavə edəcəm. Un və burada məndə soda, şəkər, duz. Başlayaq xəmiri yoğurmağa. Deməli, ilk qatığı əlavə edirəm. Qatıq yaxşı olar ki, ev temperaturunda olsun, soyuq olmasın. Qatığın üzərinə soda, çayını soda, qabartma tozu da əlavə edə bilərsiniz. Şəkərlə duzu da əlavə edirəm. Qatışdırıram ki, soda reaksiyaya girsin qatıqla. Baxın, reaksiyaya girdi, belə köpüklənir. İçində yəni soda rastvarıcı oldu, duz da, şəkər də. İndi bunların üzərinə, yəni qatığın üzərinə duru yağı əlavə edirəm. Yumurtanın ağını. Bunu bütün videolarımda dediyim kimi indi də sizlərlə ilə paylaşmaq istədim. Bu stakanla, 200 qramlıq stakanla, hamının evində olan stakanla. Burada məndə 3 stakan undur, bu da yarı. Yenə dediyim kimi hamısını əlavə etmə, birdəm əlavə etməyin. Heç vaxt nə pişirirsiniz pişirin, fərq eləmir. Onu birdəm əlavə etməyi xoşlamıram. Çünki bəzən olur ki, çox olur, ondandır da aslı. Bəzi olur ki, az lazım olur. Ona görə yarımı saxlayıram. 3 dənəni belə hissə-hissə əlavə edib qatışdırıram, sonra əllə yoğuracam. Xəmir qatı olmamalıdır, bərk olmamalıdır. Belə yapışqan xəmir olmalıdır, amma əli də tam yapışmamalıdır. İndi göstərəcəm necə olmalıdır. 3 stakanı əlavə etdim, yarı hələ qalıb. Lazım olsa onu da əlavə edib əlimlə yoğuracam. Qaşıqla ilk yoğururam, belə yapışır da ələ, narahat olur adam. Buna görə siz də qaşıqla qatışdırın, sonra əllə yoğurun. 3 stakanı əlavə etdim. Baxın, bu cürünə xəmir alınır. Tam 3 stakanı. Bu yarısını da əlavə edəcəm, amma hissə-hissə. Yoğura-yoğura. Bunu götürüm. Un tökürəm. Biraz un. Və xəmiri. İşte burada yoğurmaq daha rahatdır. Unu hissə-hissə əlavə edəcəm. Yoğuranda biləcək. Geçin baxın, yumuşaq pambıq kimi xəmir alınır. Çox tez. Özdə az ingrediyentlə, az ərzaqla, çox dadlı pirajki alınır. Baxın, heç də unu əlavə etmirəm. Biraz tökdüm xəmiri altına və biraz üstünə. Yarıdan. Bir damcı elə bir. Burada 1 stakan getdi yarıdan. Tam dəqiqliyi ilə həmişə olduğu kimi videonun aşağısında sizlərlə paylaşacağım. Xəmir bu şəkildə olmalıdır. Baxın, yapışqandır. Amma ələ də yapışmır da. Baxın, ələ yapışmır. Amma belə lipkidir, yapışqandır. Daha sonra bunu da gözlətmədən başlayırıq hazırlanmağa. Xəmiri hissələrə bölürəm. Görürsünüz, belə yapışqandır, amma tam belə yapışmır. Yapışır. Dəmirə yapışır. Lazım olsa istəsəniz biraz undan istifadə edin. Yəni canınız çəkdi, nəsə belə atışdırmalı. Həmin bunu hazırlaya bilərsiniz. Oy. Biraz un belə səpirəm, ki, bu yapışmasın. Tam unlamayın ki, xəmir bərk olmasın. Yəni dediyim kimi reseptlə hazırlasaz, çox sevəcəksiniz. Dəqiqliyi ilə hazırlasaz. Belə 14 dənə topları alanda istəsiniz topları balaca-balaca diləmək olar. İndi bunun içinə içilik olaraq istəsəz, yəni evdə nə varsa, istəsəz ət qovurma əlavə edin, göbəli ilə qovurma, kartoşka, nə istəsəz. Mən pendirlə hazırlayıram. Pendirlə də çox dadlı alınır. Pendirləri belə kubiklar kəsmişəm. İçinə, heç oxlu lazım deyil, əllə belə-belə içinə qoyuram və bükürəm. Bərk belə basın ki, xəmiri qorxmayın da, açılmasın. Belə, hamısını bu şəkildə şəkilləndirirəm.
Baxın, belə bu qədər hazır elədim. Pendirlə dediyim kimi pendirlə hazırladım. Duzlu pendir idi məndə. Yəni istədiyiniz pendir, kartuşka, ət nə istəsəz içilik hazırlaya bilərsiniz. Əsas odur ki, xəmiri az ingredient və çox super alınır. Yumurtanın sarısı ilə üzərinə sürtürəm. Который тебе хочется. Bu qədər hazır oldu. Yəni bu şəkildə aparıram sobaya. Sobanı qabaqcadan yandırmışdım ki, isti olsun. 180 dərəcədə 20-25 dəqiqə hər kəs öz sobasına görə, yəni ayarlasın bişirmə dərəcəsini. Yumuşaq, pambıq kimi. Siz də hazırlayın. Nuş olsun.